bu ayə Ən'am surəsinin 82-ci ayəsidir. Allah subhanahu və teala buyurur: "Ellezîne âmenû və lem yelbisû îmânehum bizulmin ulaike lehumul emn və hum muhtedun." İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əminamanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır. Bu ayənin tərcüməsi, yəni mənası. İndi ayənin şərhini qeyd edim. Ləbsu, fikir verin, əllədinə əmənu və ləm yəlbisu imanəhum. O kəslər ki, iman gətirib, əllədinə əmənu və ləm yəlbisu imanəhum. Lubz, ləbsu qarışdırmaq mənasındadır. Zülüm, bir zulmin, fikir verin, zülüm bir şeyi yerinə qoymamaqdır. Zülümün tərifi bir şeyi yerinə qoymamaq. Əsl budur ki, zülüm bütün günahları əhatə edir. Yəni, zülüm dedikdə həm böyük şirk, həm də kiçik şirk, həm böyük günah, həm də kiçik günahı əhatə edir. Lakin bu ayədə qəsd olunan, yəni nəzərdə tutulan zülüm şirkdir. Şirk mənasındadır. Yəni, əllədinə əmənu və ləm yəlbisu imanəhum bizulm. O kəslər ki, iman gətirib və imanlarını zülmlə qarışdırmayıb. Zülm, yəni şirklə. Necə ki, Buxari Müslimdə qeyd olunan İbn Məsudun hədisində gəlib ki, burada nəzərdə tutulan zülm şirkdir. Bu ayə nazil olanda səhabələrə ağır gəldi. Yəni, onlar narahat oldular. Dedilər ki, ey Allahın Rəsulu, eyyunə ləm yəlbis imanəhu bizulm. Ey Allahın Rəsulu, bizdən hansımız imanını zülmlə qarışdırmır. Yəni, hansımız qarışdırmırıq ki, deyir. Və bu, səhabələrin bu sözündən görsənir ki, yəni onlar da zülm sözünü ümumi olaraq anlamışdılar. Necə ki, yuxarıda qeyd etdiyim ki, zülm bütün haramların sinifini şamil edir. Elə sahabələr də bu cür anlamışdılar. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm izah etdi ki, yəni sahabə deyəndə ki, ya Rasulallah, bizdən hansımız imanımız zülmlə qarışdırmır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, İnnəhu leysə bizəlik. Bu heç də belə deyil. Ələ təsmə'unə ilə qavli Luqman. Məgər Loğmanın sözünü eşitməmisinizmi? İnnə şirkə lə zulmun azim. Həqiqətən də şirk böyük bir zülümdür. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm buradakı zülmü şirk mənasında olduğunu bildirdi. Yəni, şirk kimi təfsir etdi. Və bununla da bilindi ki, əgər bu ayədə zülm şirkdirsə, fikir verin. Əgər bu ayədə zülm şirk mənasındadırsa, deməli, müəllif Muhammed ibn Abdülvahhab bu ayəni elə-belə zikr etməyib. Yəni, bu ayəni Tevhid kitabında zikr etməyi münasibdir. Aydın oldu? Və burada bir sual çıxır. Kimsə şirkdən çəkinərsə, fikir verin, diqqətlə, lakin günahları tərk etməzsə, onun üçün əminamanlıq və ihtidə hasil olurmu? İhtidə, yəni doğru yol. Yəni, fikir verin ayəyə, Allah təbarəkə və teala deyir ki, əllədinə əmənu və ləm yəlbisu imanəhum bizulm. O kəslər ki, iman gətirib və imanlarını zülmlə, yəni şirklə qarışdırmayıblar, onlar üçün əminamanlıq var, deyir. Onlar üçün əminamanlıq və ihtidə var. İhtidə, yəni doğru yol.
İndi buradan sual çıxır. Kimsə şirkdən çəkinibsə, lakin günahları tərk etməzsə, onun üçün əminamanlıq və ehdidə hasil olurmu? Yəni inşallah sual aydın oldu. Və cavab budur ki, bu məsələnin təfsilatı var. Təfsilatını verirəm. Diqqətlə qulaq asın, inşallah başa düşərsiniz. Bu ayə dəlalət edir ki, tam əmin, tam ehdidə o insana hasil olur ki, onun imanı kamildir. Aydın oldu? Tam ehdidə, yəni əmnu tam, yəni tam əminamanlıq və tam ehdidə, yəni tam doğru yolda olmaq. O insana hasil olur ki, o insanın imanı kamildir. Yəni bu ayə o demək deyil ki, günahkarlara, asilik edənlərə əminamanlıq və ya ehtidə yoxdur. Xeyr, yəni bu belə deyil. Xülasə, var imanul mutlaq, var mutlaqul iman. Diqqətlə, yəni qulaq asın. Var imanul mutlaq, var mutlaqul iman. Həmçinin var əmnul mutlaq, var mutlaqul əmin. Bunlar nə deməkdir? İzah edirəm indi. İmanul mutlaq, mütləq iman, yəni kamil iman. Yəni iman deyəndə var iman mutlaq, var mutlaqul iman. İmanul mutlaq, yəni kamil iman sahibi. Hansı ki Allah Təbaraka və Teala öz kitabında möminləri tərifləyir. Bax, o möminlər imanul mutlaq sahibidirlər. Fikir verin, Allah Təbaraka və Teala buyurur, qad əfləhəl mu'minun. Möminlər artıq nicat tapdı. Fikir verin, möminlər. Əlləzinəhum fi salatihim xaşiun. O möminlər ki, namazlarında xuşuludular. Tərifləyir, baxın, möminləri. Bunlar, yəni bu möminlər imanul mutlaq, yəni kamil iman sahibləridir. Allahın təriflədiyi möminlərdir də. Aydındır? Amma mutlaqul iman deyəndə məna, mutlaqul iman, yəni onlarda imanın əsli var. Aydındır? Yəni ən aşağı iman onlarda mövcuddur. Yəni qəlblərində imanın əsli var. Amma budaqları yoxdur. Aydındır? İmanın əsli də, imanın əsli iki şeylə sabit olur insanda. Bir, qəlblə təsdiq etmək. İki, dillə tələffüz etmək. Bax, bu iki şeylə imanın əsli, kökü insanın qəlbində hasil olur. Yəni, mutlaqul iman hasil olur. Aydın oldu? Yəni, imanul mutlaqdan mutlaqul imanın fərqi. Yəni, bu məsələni ona görə izah edirəm ki, yəni, birbaşa mövzu ilə əlaqəlidir. Yəni, indi izah edəcəm ki, tam əmin və tam ehtidə. Deməli, biləndən sonra ki, var imanul mutlaq, var mutlaqul iman. Bunu biləndən sonra və bunun mislində də əmnul mutlaq, yəni əmnul mutlaqla mutlaqul əmini ayırt elə. Yəni necə yuxarıda izah etdim, eləcə də o söhbəti buna aid elə. Əmnul mutlaq, yəni tam əminlik, yəni Allah Taala deyəndə ki, onlar üçün əminamanlıq var. Əminamanlıq alimlər bölüb iki yerə. Var əmnul mutlaq, var mutlaqul əmin. Əmnul mutlaq, yəni tam əminamanlıq, tam əminlik. Mutlaqul əmin, yəni tam deyil, kamil deyil, lakin hardasa əminamanlıq hasil olur. Yəni tam əminamanlıq olmasa da, imanının miqdarına görə əminamanlıq hasil olur. Aydın oldu? Yəni əmnul mutlaqdan mutlaqul əminin fərqi. Bunu biləndən sonra nəticə belə olur. Fikir verin. Tam əmin, tam ehtidə imanul mutlaq, yəni kamil iman sahibləri üçündür. Aydın oldu?
Yəni onlara hasil olur. Yenə izah edirəm. Tam əminamanlıq insana və tam ihtidə, yəni doğru yolda olması kimlər üçündür? Kimlər ki imanul mutlaq sahibidir. Yəni kamil iman sahibləri. Aydındır? Yəni onlara hasil olur. Amma mutlaqul əmin, yəni mütləq əmin, mütləq ihtidə, mütləq iman sahibləri üçündür. Aydındır? Yəni mütləq iman sahibləri də izah etdim. Yəni imanın əsli olanlar üçün. Ona görə də alimlər deyir ki, və kulləmə kəmulət təvhid və entəfətil məsiyə əzuməl əmn və ihtidə. Nə qədər ki təvhid kamil olacaq, fikir verin, bu yəni ən sadə izahdır. Nə qədər ki təvhid kamil olacaq insanda, asilik yox olacaq, beləliklə əmin və ihtidə böyük olacaq, əzəmətli olacaq. Və izə zədə zulüm qalləl əmnu və ihtidə. Bihəsəbi zəlik. Əgər zülüm artacaqsa insanda, yəni asilik edəcəksənsə, əmin və ihtidə azalacaq. Yəni bunun miqdarındadır. Aydın oldu? Bu, yəni birinci, ikincinin miqdarındadır. Bunu biləndən sonra bəzi alimlər əminlə ihtidəyə deyiblər ki, ihtidə bu dünyada olur, əmin isə, yəni əminamanlıq isə axirətdə. Yəni ayəni bu cür izah veriblər. Ayədə olan əmin və ihtida sözünə. Yəni bu bəzi təfsirçilərin qovludur, lakin bu qovul, yəni bu görüş səhih deyil. Səhih odur ki, həm bu dünyanı, həm də axirəti şamil edir. Yəni, əmin həm bu dünyada, həm də axirətdə olur. İnsan əminaman. Yəni, bu dünyada da insan əminaman olur, axirətdə də əminaman olur. İhtidə, yəni doğru yolda olma, həm bu dünyada, həm də axirətdə olur. Aydındır? Yəni, ikisi də, hər iki, yəni əminamanlıq bu dünyada, yəni bəlalardan, yəni müsibətlərdən, fitnələrdən əmin olur. Həmçinin axirətdə, əminamanlıq olur axirətdə. Yəni Allah Taala səni xilas edir, əmin olursan. Həmçinin ihtidə, yəni doğru yolda olma. İnsan bu dünyada doğru yolda olur. Yəni imanlarını zülmlə qarışdırmayanlara Allah Təbaraka və Teala buyurub ki, onlar üçün əminamanlıq var. Yəni onlar üçün həm bu dünyada əminamanlıq və ihtidə, yəni doğru yolda olma, həm də axirətdə əminamanlıq və ihtidə. Yəni hər ikisini şamil edir. Yəni bunu demək istəyirəm. İxlasla.com saytı tərəfindən təqdim olundu.